Assalamu aleykum əziz dostlar. Dostlar, mükəmməl bir dənə yerdə sizə ev çağırtmışam. İnan Allaha bax. Hamı məndən soruşur. Bax Ramiz dayı, Ramiz qardaş, bax yolun kənarı istəyirsiniz. Bax, hansı ki bizim Zakatala Şimşək yolu var, deyək. Muxağa çatınca Şimşək yolu. Şimşək inşaatın düz arxası. Dostlar, mükəmməl bir dənə yer. Evlər də təzə tikilir. Üstü profnastırı yaxşı dəmirdən, evlər suvaqlanıb. Evdə bir balaca işlər qalıb. Bax, deyirəm, bax, Şimşək dağına baxın. Göstər, operator zəhmət olmasa Şimşək dağını göstər. Bax, işıq da 50-60 metrdə işıq dirəkləri var. Bir dənə də bizim gözəl Muxağımızın bir dənə mənzərəsini göstər, operator zəhmət olmasa oranı da göstər. Deməli, çox gözəl yerdə. Əhatəsi dağlar, Pərzivan dağları. Dostlar, bu hamı məndən soruşur. Əziz Bakılılar, əziz Zakatalalılar, belə gözəl bir yerdə ev axtarsa, zəng eləyin. Bu ev satılacaq. O gün bir evi dedim, o da getdi. Bax dostlar, ev təzə tikili ev. Deməli, ev tikilib, opşi 3 sotun içində. 3 sotun içində ev tikilib. Evin də tikilişi işıq sistemindən tutmuş moşnudur. Operator, bir dənə zəhmət olmasa üstə gəl. Deməli, belə gözəl gözü var, məhcərləri. Bax, nə gözəl yığılıb. Gör, nə gözəldir. Deməli, daxil olur evə. Hayvana, hələ ki, balkona. Bir dənə operator, gəl zəhmət olmasa. Bir dənə də zəhmət olmasa, buradan sağa əziyyət. Bir dənə o mənzərəni göstər. Göstər, evdə burada çay içə-içə. Bax dostlar, baxın, nə gözəl yerdir, nə gözəl. Əziz dostlar, deməli, bunun gözəl bir dənə belə eyvanı var. Otursan eyvanda burada. Bax, evin deyərdim ki, 70% işi görülüb, 30% işi qalıb. Bax, işıq sisteminə bax. Sahibi deyir ki, hamısını güclü kabellə çəkib, işıq sistemi. Operator, gəl bura, qapısı. İçəri daxil oluruq. Bu izləri hamı çəkilir, bax. Kanalizasiya sisteminin izləri çəkilir. Hara nə çəkilir? İndi özünüz nətər istəsə eləyəcəksiniz. Və inşallah operator gəl bir dənə girişdə dəmir qapıdan keçirik inşallah. Dəmir qapı qoyulur. Pəncərələr də çox gözəl müasir pəncərələr, müasir tipli pəncərələr salınır. Hər şey moşnudur. Girişdə bir dənə hol. Qəşəng bir dənə hol. Baxın. Dostlar, qavalda mürəbbəyə qoyun. Qoz mürəbbəsində çay içə baxın. Bax, girişdə gözəl bir dənə hol. Bax, bu bir otaq, geniş otaq. Bu 2 otaq. Operator, gəl bura. Gəl bir dənə zəhmət olmasa mənim gözəl qardaşım. Bax, bir dənə göstər, bir dənə buradan Şimşək dağını bir dənə göstər zəhmət olmasa. Mənim həyatda ən sevdiyim mənzərədir. Deməli, o evdə ki, yaşayışda mənzərə varsa, bilin ki, superdir də dostlar. Baxın, Şimşək dağı buradan görsənir. Bir dənə operator gəl zəhmət olmasa. 3-cü otağa da girək inşallah, gəl. Burada da 3-cü otağımız. Bir dənə ailə üçün, gözəl bir dənə ailə üçün xudmani evlər, baxın. Bu da 3-cü otaq. Burada həmçinin, yəni eyni mənzərədir. Deməli, əziz dostlar, bax, nəyi deyim sizə? Yerə laminat vurası vəziyyətdədir. Beton tökülüb, laminat vurulmalıdır. Patologlar işləməlidir, alçaq. Bir, deyərdim ki, 70% işi görülür. 70% işi görülür, Allah'ın izniyle. Və gəl zəhmət olsa, operator bir dənə şöyle qiymətlə telefon nömrəni deyək inşallah. Bir dənə göstər, dəmir qapını göstərək bir dənə. Nə gözəl dəmir. Ha, bu qapının qiyməti bu deyək, hal-hazır 700-800 manat. Bəlkə də yuxarı, təxmini deyirəm. Deməli, əziz dostlar, gələk qiymətə. Baxın, yenə çəkərçılıq olmasın, bir dənə mənzərəni göstər, tələsmin mənzərəni yenə göstər. Otur burada çay, qoz mürəbbəsi ilə, moruq mürəbbəsi ilə çay içə, seyr elə. Vətənimizi seyr elə. Əziz dostlar, gələk qiymətə. Qiymət sonu deyəcəm. Yalandan şişirilmiş qiymət deməyəcəm. 43, 45, 47, 50. Bu ev 50-yə də deyər, 60-a da deyər. Burası əlim yandıdır. 40 min deyirəm inşallah. Amma sondur. Oradan aşağı yoxdur. Xahişəm, gələndən sonra əşək 40 demişsiniz, aşağı ilə yuxarı bir söhbəti yox. Qiymət 40 mindir və telefon nömrəni deyirəm inşallah. 077 512 74 76 077 512 74 76 nömrəsinə zəng eləyin. Gözəl belə mükəmməl yerdə, yolun kənarı, Zakatala Bakı yolu, Şimşəyin tam böyrü, Şimşək inşaatın arxa tərəfi. Belə gözəl bir mənzərəli yer. Aeroportumuz da görsənir burada. Muxaq aeroportu da göstərir. Çox gözəl yerdir.
Dostlar, bu evi inşallah tələsin. Bu ev satılacaq. Bu ev satılacaq. İnşallah alana da, satana da Allah'tan xeyirlisi. Sağ olun.